Salam əziz Azərbaycan dili öyrənənlər, mən Səmən Gül Əvəzli, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Dərslərimizə qoşulmaq barədə məlumat əldə etmək istəsəz 077 325 7077 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda 2vur2.az olaraq axtarış versəz əgər YouTube-dan, Instagram-dan bizi tapa bilərsiniz. Keçək, bugün sizlə baxacağıq ki, Q bağlayıcı, ədat yoxsa şəkilçi? Biz bir çox testlərdə rast gəlirik. Əsasən köməkçi diksiyələrini keçəndən sonra yazılır ki, məsələn, bağlayıcı olduğu məqamı seçin və yaxud ədat olduğu məqamı seçin. Biz bunu fərqləndirə bilməliyik ki, hansı olmursa onu seçməyək. Baxaq. İlk olaraq baxırıq Q şəkilçi. Üzərində 4 yazdığımızdan məlum olduğu kimi bu şəkilçi olduğuna görə 4 cür yazılır. Biz bilirik ki, şəkilçilər 1, 2 və 4 cür yazılır. Və 4 cür yazılan şəkilçilər dilimizin əsas prinsiplərindən, dəmir qanunlarından olan ahəng qanunu qorunmaq üçün 4 cür yazılır. Və söz hansı, belə deyim, əgər incə sahitlərin ahəngi varsa, ona uyğun olaraq incə və yaxud qalınların ahəngi varsa, ona uyğun qalın formasında olur. Yəni, biz bunu Q, Ki, Q formasında görə bilərik. Və burada da qeyd elədiyim kimi ahəng qanununa uyğun olur. Leksik şəkilçidir ümumiyyətlə. Biz bilirik ki, şəkilçilər 2 yerə bölünür və funksiyasına görə burada artıq 2 yerə ayrılır. Leksik və qrammatik. Leksik şəkilçilər yeni söz yaradır. Qrammatik şəkilçilər isə sözün sadəcə formasını dəyişir. Və burada leksik şəkilçi olaraq biz onu 2 funksiyada görə bilərik. Bir sifət funksiyasında görə bilərik. Bir də isim düzəldir. Yərik haldakı əvəzliklərə qoşularaq isim düzəltmə funksiyasında. Sifət olaraq, burada da qeyd etdiyim kimi, zaman bildirən sözün üzərinə gəlir. Məsələn, dünənki. Dünən nə zaman? Zaman bildirirdi. Və dünənki ki şəkilçisi vasitəsilə sifət düzəldən şəkilçi vasitəsilə ondan sifət düzəldir. Və yaxud bayaqki. Bu şəkildə olanda biz buna sifət düzəldən şəkilçi olaraq götürəcəyik. Növbəti olaraq, yərik halda əvəzliklərə qoşularaq. Məsələn, yərik halda bir əvəzlik. Bizimki. Və yaxud özümüzünkü. Bu şəkildə biz buna rast gələ bilərik. Və görürsünüz, burada i'lərin ahəngi var deyə bunun 2 formasını artırırıq. Eyni zamanda burada incə sahitlərin ahənginə görə, burada qalınların ahənginə görə və bu ahəng qanuna tabe olur və şəkilçi olaraq, təbii ki, normal olaraq özündən sonra vergülə ehtiyac duymur. Burada da qeyd eləmişəm. Sadəcə şagirdlər bəzən bağlayıcı olaraq ondan sonra vergül görür deyə bəzən bunu da qarışdıra bilirlər. Şəkilçi olaraq ondan sonra vergül olmayacaq. Və keçdik növbəti olaraq K-nin bağlayıcı, aydınlaşdırma bağlayıcısı olduğu funksiyaya. Adından da bəlli olduğu kimi bilirik ki, aydınlaşdırma nə deməkdir? Biz artıq bu cümlədə müəyyən bir K-dən sonra müəyyən bir aydınlaşma görəcəyik. Məsələn, inanıram ki, sən bunu bacaracaqsan. Görürsünüz, inanıram ki dedim, artıq sonra bunu aydınlaşdırdım. Nəyə inanıram? Sənin bunu aydınlaşdıracağına, daha doğrusu sənin bunu bacaracağına. Və ayrı yazılır bağlayıcı olaraq, özündən sonra isə vergi olur. Məsələn, mən dediyim cümlədəki kimi, inanıram ki, vergül qoyuram. Məsələn, yüksək bal toplayacağım. Bal toplayacağım. Yəni, burada biz görürük ki, ondan sonra vergül qoyuldu, ayrı yazıldı, vergül olur və aydınlaşdırma funksiyasında iştirak edir. Müəyyən bir məsələni aydınlaşdırır bir növ. Və gəldik burada sual, ədat olaraq. Ədat bilirsiniz ki, sadəcə olaraq mənanı qüvvətləndirir. Hətta biz ədatı keçərkən belə bir cümlə işlədirik ki, ədatları biz cümlədən çıxarsaq, mənada dəyişiklik olmaz. Sadəcə biraz qüvvətlənmə azalar. İndi baxaq, K-nin sual ədatı və qüvvətləndirici ədat olaraq 2 funksiyasını görəcəyik. Məsələn, deyirəm ki, sənə deməmişdim ki, daha çox sonda gəlir sual ədatı olaraq, elə burada da sonda gəldiyi kimi. Bir də qüvvətləndirici ədat olaraq, sən ki, əvvəl belə demirdin. Sən ki, əvvəl belə demirdin.
Və yaxud bu cür ümumiyyətlə cümlələr görə bilərsiniz də, hansı ki, sən ki belə demirdin, mən ki bu məsələdə günahkar deyildim. Baxın, bu tip cümlələrdə belə demirdim. Baxın, bu tip cümlələrdə olacaq qüvvətlendirici ədat. Sən ki, vergül olmayacaq burada. Sən ki, əvvəl belə demirdin. Mən ki, bu məsələdə günahsız idim. O ki, həmişə belə eləməzdi. Bunu çıxara bilərəm də, sən əvvəl belə demirdin. Görürsünüz, məna dəyişmədi. Və yaxud sənə demişdim ki, və yaxud sənə deməmişdim, daha doğrusu deməmişdim. Sənə deməmişdim, və yaxud sənə deməmişdim ki, yəni sadəcə qüvvətləndirmə rolu oynayır, vergül olmayacaq, ayrı yazılacaq. Belə. Və növbəti olaraq bəzi fərqləndirmə üçün məqamlara baxacaq. Baxın, deyir, dünənki hadisə onu sarsıtmışdı. Burada ki-ni burada görürük. Bayaq da deyir ki, zaman zərfi üstə gəl. Ki, nə verirdi bizə? Bizə verirdi sifət. Məsələn, dünənki, bayaqki, dünənki hadisədən sonra hələ də özünə gələ bilməmişdi. Hansı hadisədən? Dünənki hadisədən. Elə deyib, burada da hadisə sözü yazılıb. Burada hansı sualına cavab verəcək və sifət olacaq. Dünən nə zaman, nə vaxt sualına cavab verirdi? Zaman zərfi idi. İndi hansı sualına cavab verir? Sifətdən. İndi bayaq dediyim, sən ki həmişə onu tərifləyirdin. Sən həmişə onu tərifləyirdin. Sadəcə qüvvətləndirmə rolu oynayır. Ona görə burada nə olacaq? Ədat. Burada ədat oldu, burada sifət oldu. Elə danış ki, artıq burada vergüllə sizə bir ipucu vermişəm. Elə danış ki, sonra peşman olmayasan. Görürsünüz, aydınlaşdırıram ki, sonrasında necə danışsın, sonra peşman olmayacağı şəkildə danışsın. Onu çəpəki baxışla süzdü. Aha, gəldik burada bir məqama. Çəpəkidə sözün kökü çəpdir. Bu aki, əki şəkilçidir. Çəpəki, yanaki, bu artıq nə düzəldir? Çəpəki baxışla süzdü. Bu zərf düzəldən şəkilçimizdir. Ona görə artıq burada ki deyil. Burada artıq aki, əki şəkilçisidir. Ona görə bunu heç birinə aid edilməyəcək və şəkilçi olduğuna görə təbii ki, vergül olmayacaq. Şəkilçi olduğuna görə bitişik yazılacaq. Heç ümumiyyətlə bu gördüyünüz kimi də ki deyil. Aki, əkidir. Bu çətin işdir ki, artıq sual cümləsində olmağından mən bunu görən kimi sual ədatı olaraq, həm də ki, görürsünüz, məsələn, bu çətin işdir və yaxud bu çətin işdir ki, sadəcə məna qüvvətləndirib, ona görə sual ədatı funksiyasında götürəcəyəm. Belə, ümid edirəm ki, bundan sonra testləri işləmək sizin üçün daha rahat olar. Aralarındakı fərqi daha rahat şəkildə müəyyən edə bilərsiniz ki, arasında hansı fərqlər var. Belə, hələlik növbəti videolarda görüşərik.